Bəzən yaxşı bir gün üçün çox şey lazım olmur. Sadəcə bir istiqamət kifayət edir. Bu günün istiqaməti isə Sündü şəlaləsidir. Səhər evdən çıxıb avtomobilə tərəf gedərkən artıq beynimdə yalnız bir sual var idi. Bu yol bizi hara aparacaq? Amma uzun yolun öz qaydası var. Yola çıxmazdan əvvəl ilk dayanacağımız təkər ustası oldu. Təkərlərin havasını yoxlatdıq. Çünki bəzən ən kiçik detal belə bütün yolun rahatlığını dəyişə bilir. Hər şey qaydasında olduqdan sonra artıq yola çıxmağa hazır idik. Mühərriki işə saldıq və marşruta başladıq. Amma uzun yolun başqa bir qaydası da var. Hazırlıqsız çıxılmaz. Ona görə qısa bir fasilə verdik. Marketə baş çəkdik. Yol üçün su, kiçik ərzaqlar və lazım ola biləcək şeyləri götürdük. Çünki bəzən ən gözəl mənzərələrə çatmaq üçün əvvəlcə düzgün hazırlaşmaq lazımdır. Alış-verişi tamamladıqdan sonra artıq geri dönüş yox idi. İstiqamət bəlli idi. Yol isə bizi addım-addım məqsədimizə yaxınlaşdırırdı. Şəhər isə geridə qalırdı. Mənzərələr dəyişirdi və hər kilometr yeni bir hekayənin başlanğıcına çevrilirdi. Bəzən maraqlı yerləri tapmaq üçün uzaqlara getmək lazım deyil. Bəzən həmin yerlər elə yaşadığınız ölkədə, çoxlarının yanından keçib getdiyi nöqtələrdə gizlənir. Bugünkü məqsədimiz də məhz belə yerlərdən biridir və nəhayət Sündü şəlaləsinə çatdıq. Mənim üçün uzun yolun sonunda insanı ən çox sevindirən şey çatdığı yer deyil, ora çatana qədər yaşadığı macəradır. Bu isə hekayənin yalnız kiçik bir hissəsidir. Tam video bazar günü saat 20:00-da YouTube kanalımda. Mən Vardın Qrey, gedək görək.